bunlar ətrafında müzakirə aparacaq. Siyasi şərhçi İlyas Hüseynov hazırda bizimlə bağlantıdadır. İlyas bəy, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir olsun. İlyas bəy, gəlin elə Vladimir Putin'dən gələn bu son açıqlama üzərindən müzakirəmizə başlayaq. Putin deyir ki, bütün bunlar Amerikalılar, Avropalılar və Ukraynalılar arasında müzakirələrdən irəli gələn sənədlər nəzərdən keçirildikdən sonra aydın olacaq. Söhbət nədən gedir? Nəticələrdən təbii ki gedir. Bunu həm Peskov dedi, həm də Putinin açıqlamasında biz bunu eşitdik və Putin nəyi dedi əsas? Dedi ki, Ukrayna əraziləri, hansı ki, Ukrayna ərazisi demədi təbii ki, tarixi Rusiya torpaqları dedi. Və biz öz mübarizəmizi davam etdirəcəyik mesajını aldıq. Bu o deməkdir ki, bu Berlin danışıqları ümumiyyətlə Rusiya tərəfindən heç bir halda qəbul olunmur və bütün danışılanların üzərindən bir xətt çəkilir və müharibəyə davam mı edilir? Həmin mesajdır mı bu? Çox sağ sualınıza görə əslində Rusiya Federasiyasının prezidentinin və prezidentin sözcüsünün fikirləri Rusiyanın kəskin mövqedə dayandığını ifadə edir və əsas məqsəd bundan ibarətdir ki, Rusiyanın qazandığı torpaqlar legitimləşdirilsin və burada söhbət təkcə atəşkəsin elan olunması və bu torpaqların Rusiyanın xeyrinə tanınmasından getmir. Rusiya çalışır ki, bunu Ukraynada, Avropada, Amerika Birləşmiş Ştatları da, elə Dünya Birliyi də qəbul eləsin. Bu yeni bir vəziyyətdir və Ukrayna üçün heç bir seçim imkanı da qoymur. Və digər tərəfdən, məsələn, müqayisə etsək 2014-cü illə bugün baş verənlər arasında Krımın itirilməsindən sonra Ukrayna güc toplaya bildi, Avro inteqrasiya yolunu tutdu, bunu hüquqi zəminə çəkə bildi, konstitusiyasında bu cür dəyişikliklər elədi, NATO-ya inteqrasiya siyasəti qəbul olundu və gücləndi. Yəni Qərbin, xüsusilə Böyük Britaniyanın hərbi təlimatçıları Ukrayna ordusuna müxtəlif bilgilər ötürdülər və tank əleyhinə idarə olunan raketlərdən tutmuş hava hücumundan müdafiə sistemləri və digər müdafiə qabiliyyətli silahlar da ötürüldü. Lakin Rusiya çalışır ki, məsələni burada və indi həll eləsin və heç bir gələcək üçün revanş imkanlarını da Ukraynaya və Qərb tərəfdaşlarına tanımasın və elə bu xüsusda danışıqlar gedir. Şübhəsiz ki, Ukrayna bunu qəbul etmir, etməməlidir, etməyəcəkdir. Çünki həm seçkilərin keçirilməsi, həm torpaq itkiləri məsələləri Ukrayna üçün qırmızı cizgilərdir, prinsipial məsələdir. Lakin Rusiyanın da danışıqlarda bu cür qəbul olunmaz sərt ritorikadan çıxış etməsi hesab edirəm ki, Avropada da, Amerika Birləşmiş Ştatlarında da Rusiya əleyhinə hər hansısa addımlarla müşahidə oluna bilər. Söhbət nədən gedir? Rusiya aktivlərinin istifadə olunması, dondurulmuş hesabların Ukraynanın yenidən qurulması və yaxud müdafiə xərclərinin artırılması ilə bağlı sərf edilə bilər. Digər məsələ isə Rusiya əleyhinə yeni sanksiya paketinin qəbul olunması və Amerika Birləşmiş Ştatlarının da bu fikrinin ifadə olunması önəmlidir. Amma Donald Trump tamamilə başqa cür sanki məsələləri dərk eləyir, izah eləyir və Avropa ilə Amerika Birləşmiş Ştatları arasında da artıq bir neçə gündür ki, ciddi müzakirələr gedir, mübahisələr vardır. Çünki Amerika Birləşmiş Ştatlarının 2-4 dekabr aralığında qəbul etdiyi yeni milli təhlükəsizlik strategiyası bütün dünyanı düşündürür. Müzakirə üçün açıqdır. Elə ölkəmizdə də bu məsələlərlə bağlı analitiklər baş sındırırlar. Çünki Avropanın təhlükəsizliyi, təhlükəsizlik çətirinin formalaşması, dünya təhlükəsizliyinin dominant mövqedən çıxış edən Amerika Birləşmiş Ştatları artıq yoxdur. Və Amerika Birləşmiş Ştatlarının prezidenti, onun komandası Amerika maraqlarını önə çəkir. ABŞ-nin hazırda öz siyasətinin daha prioritet olması və ya başqa dillə ifadə etsək, America First tezisinə uyğun olaraq Amerikanın həm də hüquqi müstəvidə müxtəlif siyasətlər tətbiq etməsinin biz şahidiyik və burada
böyük siyasət masasında Rusiya-Ukrayna müharibəsi çox cüzi bir yeri tutur. Yəni bu Amerika Birləşmiş Ştatları üçün artıq prioritetə çevrilməyib öncəki hakimiyyətdən fərqli olaraq və yalnız kiçik bir hissəni əhatə edir. Şübhəsiz ki, Tramp bu məsələni nizamlamaq, sülhü əldə etmək, özü üçün sülh deyək ki, daxilına bu münaqişəni də daxil eləmək niyyəti vardır şəxsi maraqları kontekstində, amma artıq məsələlərə tamamilə başqa rakursdan yanaşırlar. Əgər Avropa öz təhlükəsizliyini düşünürsə və Ukraynaya yardım etmək istəyirsə, buyursunlar, Amerika Birləşmiş Ştatlarının istehsalı olan silahları alsınlar, pulunu ödəsinlər və Ukraynaya bunu ötürsünlər. Yəni bu yanaşma tətbiq olunur. Şübhəsiz ki, bu Rusiyanın xeyrinədir. Rusiya da bunu bu cür anlayır və Avropada ciddi surətdə öz avtonom silahlı qüvvələrini yaratmaq, NATO-dan asılı olmayaq, siyasət həyata keçirmək addımları var. Elə bir qədər öncə də qeyd etdiyiniz Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen sanki bu baş verənlər fonunda Avropanın öz müstəqil orduya malik olması fikirlərini ifadə edir. Belə bir ifadə də işlətdi ki, Avropa artıq öz məsuliyyətini özü çiyinlərində daşımalıdır. Yəni Birləşmiş Ştatlardan asılı olmamalıdır. Bəs indiki məqamda ümumiyyətlə Avropanın belə bir potensialı varmı ki, Birləşmiş Ştatlar üzünü Avropadan çevirsə, əlini, yardımını Avropadan çəksə, Avropa özü öz təhlükəsizliyini təmin edə biləcək potensiala malikdir sizcə? Əslində heç vaxt gec deyil. Yəni hazırki dönəmdə də Avropa öz təhlükəsizliyini qurmaq üçün düşünə bilər, amma məsələ kifayət qədər ciddidir və söylədiyim vaxt artıq itib, sanki qatar gedib. Belə bir təəssürat var. Çünki soyuq müharibədən sonra, SSR-in dağılmasından sonra, vahid qütb formalaşandan sonra Avropa sanki öz təhlükəsizliyi, silahlı qüvvələri, müdafiə qabiliyyəti haqqında düşünmədi və bunun üçün enerji, maliyyə, potensial, resurs istifadə olunmadı. Hətta söhbət infrastrukturdan gedir. Yəni yolların müharibəyə uyğunluğundan tutmuş şəhər salmaya, silahlı qüvvələrin texniki təchizatına, süni intellekt əsaslı müasir ordu quruculuğuna qədər bir çox məsələlərdə Amerika Birləşmiş Ştatlarından Avropa dəfələrlə geri qalır. Və bu çox danışılan təhlükəsizlik çətiri sanki Avropanı arxayın saldı. Avropanı müxtəlif təhdidlərdən qoruyan Amerika Birləşmiş Ştatlarının bu siyasətinin davamlı olması təəssüratı formalaşdı. Bu da yanlış idi. Çünki indi Almaniya, Fransa kimi Avropanın nəhəng dövlətləri müdafiə təyinatlı məhsullar istehsal edir və bunu böyük həcmdə eləyir. Sursatlar, dronlar, hava hücumu müdafiə sistemləri, raketlər, qırıcılar və buna kifayət qədər maliyyə vəsaiti lazımdır. Buna resurs xərclənilməlidir və əgər Rusiya-Ukrayna müharibəsi fonunda bu reallıqlar yaranırsa, Avropanın özü də gələcəkdə bu irəli sürülən ideallar üzərində hər hansısa bir güclü orduya malik ola bilər. Bunu mən istisna eləmirəm, amma məsələ bundan ibarətdir. Amma üzr istəyirəm, çox üzr istəyirəm. Bu Avropanın təhlükəsizliyinin təminatından danışdıq, amma Avropa özü hələ öz təhlükəsizliyini tam təmin edə bilmədiyi bir məqamda Ukraynaya dəstək olmağa çalışır və onun təhlükəsizliyini təmin etməyə çalışır. Eyni zamanda da vurğulanır ki, Ukraynada Avropa qüvvələri yerləşdiriləcək, çox millətli olacaq bu və burada artıq biz Birləşmiş Ştatların geri çəkildiyini, Polşanın geri çəkildiyini eşitdik ki, onlar iştirak etməyəcəklər. Bəs həmin o qrupun ora yerləşdirilməsi, ordunun orada olması Rusiya ilə vəziyyəti daha da kritikləşdirməyəcəkmi, gərginləşdirməyəcəkmi? Çox qısa bir cavab xahiş eləyəcəm. Əslində bunu Rusiya tərəfi əvvəlki danışıqlarında, əvvəlki ritorikada istisna edirdi ki, heç bir silahlı qüvvələr Ukrayna ərazisində olmamalıdır. Ukrayna ordusunun özü də məhdudlaşdırılmalıdır və media sızan Rusiya, Amerika Birləşmiş Ştatlarının Ukrayna ilə bağlı ümumi razılıq paketində bu məsələlər aydın şəkildə
göstərilirdi. Bunu tamaşaçılarımız da yaxşı analiz ediblər. Amma hazırda ya çoxmillətli kontingentin Ukrayna ərazisində yerləşməsini nə təsdiq edir, nə də təqzib edir. Yəni belə bir hal nəzərdən keçirilə bilər. Amma hansı qüvvələr ki Ukrayna ərazisində olacaqlar, potensial, hipotetik olaraq, onlar şübhəsiz ki, o dövlətlər Rusiyanın potensial həm də təhdidinə çevrilir və elə buna görə də Polşa kimi təhlükəyə yaxın olan dövlətlər bu məsələdən boyun qaçırırlar. Mən daha əvvəlki məsələdə də bir neçə fikirlər bildirmək istəyirəm icazənizlə ki, Avropanın Xahiş daxilində eləyəcəm, təəssüflər olsun, zamanımız azdır. İdeoloji olaraq ABŞ-ın, Trumpın siyasi praqmatizminə yaxın olan dövlətlərlə ABŞ-ə çox yaxın əməkdaşlığını iki tərəfli müstəvidə davam etdirəcək. Və bu da Avropa məkanında yeni bir mənzərəni formalaşdırır. Ona görə İtaliya, Polşa, Macaristan kimi dövlətlər artıq öz siyasi kursunu Avropa daxilində həm skeptizmi, tənqidçiliyi, konstruktivizmi irəli sürür, praqmatik siyasətdən çıxış edir və ABŞ ilə yaxınlaşmanı düşünür və bu da Avropada tamamilə yeni bir siyasi mənzərəni formalaşdırır. Bu da şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsinin davamı, gedişatı və nəticələrindən asılı olan bir siyasətə çevrilir. Aydındır. Çox təşəkkür edirəm İlyas bəy ətraflı şərhiniz üçün.